Molla səhər durur həyətində bitən əncir ağacına baxıb deyir. Nə gözəl əncirdir. Gərək bu əncirdən topluyum, Əmir Teymura nübar aparım. Həm də 5-dən, 3-dən ənnam alaram. Molla əncirdən bir qab dərib, kəmalı səliqə ilə Əmir Teymura aparır. Mühafizəçilər deyir. Molla içəri girə bilməzsən. Ənciri özümüz aparacağıq. Neynək? Mən də oturaram burada, Əmir Teymuru gözləyərəm. Molla sarayın qarşısında əyləşib Əmir Teymurdan ənnam gözləməkdə olsun, bu tərəfdən də bir dəstə əskər, bir neçə dustaq gətirir. Rəis, bir dustaq çatmır. Necə yəni çatmır? Bu dustağa görə hamımızı basacaqlar içəri. Baxın ətrafda kim var? Tutun, gətirin, basaq içəri. Mühafizəçilər qapıda oturmuş mollanı tutub, dustaq adına təhvil verirlər. Yazıq molla nə qədər qışqırır, yalvarırsa bir şey çıxmır. Kişini döyə-döyə aparıb atırlar zindana. Əncirin mükafatı zindan olur. Günlər keçir, həftələr dolanır, aylar başa çatır. Molla qalır zindanda. Günlərin birində necə olursa Teymur ləng zindana gəlir. Mollanın nə üçün tutulmuş olduğunu soruşur. Molla əhvalatı danışır. Teymur əmr eləyir ki, mollanı azad eləsinlər. Sonra soruşur. Sənin əncirin də mənim xoşuma gəlmişdi. De görüm məndən nə istəyirsən? Qiblə-i aləm, mən o əncir üçün sizdən o qədər görmüşəm ki, daha başqa mükafat istəməyə üzüm gəlmir. Xahiş eləyirəm, əmr eləyəsiniz mənə bircə dənə iti balta versinlər. Baltanı neyniyirsən? Heç zat, əlimdən bircə bu gəlir ki, o əncir ağacını dibindən kəsim.